Yahudilərin biz şiələrlə, Əhl-i-Beyt yolunu gedənlərlə düşmənçiliyinin kökü gedir çıxır Peyğəmbərdən də keçmişə. Amma əsas bir kökü ki var, o Xeybər qalasının fəthidir. Xeybər qalası fəth olanda artıq yer üzündə Yahudilərin heç nəyi qalmamışdı. Yəni onların son qalası idi Xeybər qalası. Onların Həzrət Əliyə qarşı və Həzrət Əli övladlarına qarşı bu boyda böyük qəzəb və nifrətinin əsas səbəbi onların yer üzündəki son qalasını Həzrət Əlinin fəth eləməyidir və Həzrət Əli də onların əli ilə şəhadətə çatdı. İmam Əli şəhid olanda dedi ki: "Qatalani İbn Mulcam, qatalani La'in ibnul Yahudiyyə." Məni deyir İbn Mülcəm öldürdü. 2 dənə cümlə deyir. Birində İbn Mülcəmin adını deyir, ikincində onun sifətini deyir. Deyir o Yahudi qadının övladı məni öldürdü. Yəni imam bizə deyir ki, mənim qatilim Yahudidir. Peyğəmbərin rəvayətlərdə var ki, öz dilindən, həm sünni rəvayətlərində var, həm şiə rəvayətlərində var ki, dünyadan köçməsinin ki, bu gün Peyğəmbərin dünyadan köçdüyü gündür, Yahudi qadının onu zəhərləməsi olub. Və bu zəhər bilirsiniz də, 10 dəqiqə təsir göstərən var, 6 aya təsir göstərən var, 5 ilə təsir göstərən var. O zəhər Peyğəmbərin neçə il bədəninə əziyyət eləmişdi. Və Peyğəmbərin bəzi rəvayətlərdə var ki, dünyadan köçməsinin bir səbəbi həmin bu zəhər idi. Və çox maraqlıdır. Peyğəmbərin atası Abdullah Yahudi məntəqəsində şəhid olub. Peyğəmbərin babası Haşim də qəbri hardadır? İndiki Qəzzada. Orada yaşayan Yahudilərin məhəlləsində. Onlar ki, ticarətlə məşğul idilər. Həmin ərazilərdən keçəndə Yahudilər çünki cadugərliklə məşğul idilər, baxıcılıqla məşğul idilər. Bilirdilər ki, bunlardan kimlər törəyəcək. Ona görə bu insanları zəhərlə, müxtəlif başqa yollarla aradan götürürdülər. Yəni bizim Peyğəmbərimizin cəddinin də, atasının da, özünün də, onun xəlifəsi Həzrət Əlinin də şəhid olmağının səbəbkarı Yahudilərdir. Və bununla bitmir. İmam Hüseynin də şəhid olmağının səbəbkarı həmin bu Yahudilərdir. Tarixdə var ki, Yezidin anasının adı Meysunə adında biri idi. Meysunə idi adı. Bu Meysunə ərəb deyildi. Bunun atası Məsihi idi, anası isə Yahudi idi. Özündən rəvayət var ki, deyir ki, mən atamla anamın dini arasında anamın dinini daha çox sevirəm. Yəni Yezidin anası Yahudi idi. Və çox maraqlı bir nöqtə. Muaviyə özü neçə dəfə Yezidə demişdi ki, İmam Hüseynlə qarşı-qarşıya gəlmə. Amma Yezidin müşavirləri var idi. Təkidlə ona deyirlər ki, yox sən İmam Hüseynlə qarşı-qarşıya gəl. Və Muaviyənin özü bu oyuna getmirdi, amma Yezid getdi. Səbəbi də bu idi ki, Muaviyə həmin bu qadını boşamışdı, hələ Yezid ona hamile olanda. Yezidə hamile olanda o qadın. Bu qadın getmişdi, ata-anasının yanında qalmışdı. Yezid onların evində doğulmuşdu və Yezid gözünü açandan Məsihi və Yahudinin evində böyüyüb. Bu insanın yəni Peyğəmbərlə bir zərrə əlaqəsi, bir zərrə rabitəsi yoxdur. Bax fikir verin, Peyğəmbərin cəddi atası, özü, xəlifəsi, nəvəsi İmam Hüseyn. Bir dənə alim var, deyir ki, bir cahil ərəbin Əhl-i-Beytlə mübarizə aparmağa dərrakəsi çıxmazdı. Onlar o qədər dərrakəli deyildilər ki, bu qədər böyük hilələrlə Əhl-i-Beytə qarşı mübarizə aparsınlar. Və bizdə ki, ziyarət aşurada gəlib "Fələnəllahu ummətən əssəsət əsasə zulmü vəl cəbri aleykum əhləl-beyt", yəni siz Əhl-i-Beytə zülm və haqsızlığın əsasını qoyan ümmətə lənət olsun. Həmin bu Əhl-i-Beytə qarşı zülm və haqsızlığın əsasını qoyanlar həmin bu Yahudilərdir ki, bu Yahudilərin sayacağın cinayətlərin ən birincisidir. Bizim Əhl-i-Beytimizə qarşı bunlar bu cinayətləri işləyiblər. Yezidin bir dənə müşaviri var idi. Bunun adı Sərcun Mənsur Ər-Rumi idi. Bu həm də Muaviyənin müşaviri idi. Bu həm də onların maliyyə işlərinə baxırdı. Və tarix oxuyanda bilirsiniz nə qədər maraqlı nöqtələr çıxır ortaya. Yer üzünün ən alçaq insanlarının xəzinədarı bir dənə Yahudidir. Düzdür, tarix bunun üçün yazıb ki, bu Məsihidir. Bəziləri də deyirlər ki, bu Məsihi deyildi, bu adam Yahudi idi. Rumi kəlməsini Məsihi kimi tanınsın deyə özünə götürmüşdü. Bu adam təkid eləyirdi Yezidə ki, sən İbn Ziyadı Kufiyə vali təyin elə. Və onun da nəticəsində İbn Ziyadın əli ilə İmam Hüseyn şəhid edildi. Bu şəxs o qədər murdar bir məxluq idi ki, İmam Hüseyn şəhid olandan sonra getmişdi Beytül Müqəddəsə, artıq əl qolları təmiz açılmışdı axı, yer üzündə də düşünürdülər ki, Peyğəmbərdən heç nə qalmayıb. Nəsli kəsilib Peyğəmbərin. Bir dənə İmam Səccad qalıb, o da xəstə insandı, bu gün sabah ölər. Bir dənə kitab yazmışdı orada. Kitabda təkidlə isbat etməyə çalışırdı ki, bu İslam ki var, bunun peyğəmbəri, bu bir dənə din vurmuş adamdır. Bu adam yəni məcnundur. Bunun müşkilləri var idi. Baxın, bunlar hamısı bizim Əhl-i-Beytə qarşı cinayət törədənlərdir. Və tarixin ən maraqlı nöqtəsi. Yahudilərdə bir dənə bayram var, adı Yom Kipur bayramıdır. Bunlar həmin günü oruç tuturlar. Eyni zamanda həmin günü şənlik eləyirlər. Yom Kipurun bir adı da Yom Aşuradır. Onlar Asura deyirlər. Və nə maraqlıdır ki, Bəni Ümeyyə, həmin bu Yahudi ailəsində böyüyən Yezid, bunlar bu ailə gəldi həmin günü Aşura gününü. Elan elədi ki, gərək oruç tutulsun həmin günü. Görün nə qədər bunların arasında rabitə var. Mən indi də görmüşəm, bax bugünkü gündə bəzi məzhəblər var. Onların nümayəndəsini, həmin məzhəbin böyükləri deyirlər ki, Aşura günü oruç tutun filan. Onlar etiraz edə bilməsələr də görürəm bəzən məsələn dilə gətirirlər ki, axı Peyğəmbərin nəvəsinin şəhid olduğu günü niyə məsələn biz oruç tutaq? O əqidəyə mənsubdular, amma özləri də başa düşmürlər. Tarix oxusalar, tarixi təhlil etsələr, başa düşərlər ki, bunun səbəbi nədir?